İsa Peyğəmbər zülm və zalimlə mübarizə haqqında gör nə deyir. Haqq olaraq sizə deyirəm, əgər biri görsə, bir ilan onun qardaşını sancmaq istəyir, ona deməsə, onu agah eləməsə, onu xəbərdar etməsə, ilan gəlib onun qardaşını sancsa, onu öldürsə, bilsin ki, o qardaşının qanında şərikdir. Xristianlıq da belədir, qardaş. Sonra Peyğəmbər kəlamının ardında belə deyir, bir neçə cümlədən sonra. Hər kəs eləyə bilsə zalimin qabağını alsın, amma etməsə bunu, o adamla elə zülmlə etdiyi haqsızlıqlarda şərikdir. Şəriksən, mən eləməmişəm, mən zülm eləməmişəm. Eləyə bilirdin qabağını alasan, necə olsa danışa bilirdin, eləməmişsən, zülmünə şəriksən. Bu İsa Peyğəmbərdir, Allahın salamı olsun ona. Amma baxın, bugün bütün dünyada xristianların rəhbəri olduğunu iddia edən katoliklərin rəhbəri, 87 yaşında qoca kişi, keçən həftə gördünüz neynədir? Gedir Romada, bir dənə həbsxanada 12 dənə qadının ayaqlarını yuyur, naməhrəm qadının, ayaqlarını öpür. Bütün dünyaya mesaj verir, bizim din budur. 30 mindən çox orada Fələstində körpə uşaqlar öldürülür. Xristian qadınlar, Qəzzədə xristian var, kilsələr dağıdılır, namusuna təcavüz olur, papanın işi gücü yoxdur. Bu gedib hələ Romada, həbsxanada qadınların ayağını yuyub öpür. Bu dindir, biz belə din tanımırıq. Ona görə əqidəmiz budur. İnşallah İsa Peyğəmbər, Allahın salamı olsun ona və bütün peyğəmbərlərə gələndə zülmə qarşı, zalimə qarşı, bu Sehyonist İsrail uşaq qatilinə qarşı İmam Zamanla əl-ələ verəcəklər və yer üzərində ədalətli bir hakimiyyət qurulacaq.